Herkese salam. Mən sizin ingilis dili müəlliminiz Nara Kamilli. Yenidən sizlərləyəm və bugün biz məşhur növün bitmiş zamanlarda istifadə qaydasını öyrənəcəyik. İndiki bitmiş zaman bildiyimiz kimi have, has və feilin üçüncü formasından istifadə edilir. Məsələn, she has sent all documents. O bütün sənədləri göndərib. Bildiyimiz kimi cümlənin tamamlığında mübtəda vəzifəsində istifadə etməliyik. Yəni, all documents mübtəda vəzifəsində olacaq. Sadəcə bitmiş zamanlarda belə bir qayda var ki, have, has və feilin üçüncü forması arasında been sözü istifadə edilməlidir. Necə? Nümunələrə baxaq. All documents have been sent. Bütün sənədlər göndərilib. Keçmiş bitmiş zaman, yəni past perfect'in istifadəsi isə bu formada idi. Had, feilin üçüncü forması və bu zaman biz had ilə feilin üçüncü forması arasında been istifadə edirik. Nümunəyə baxaq. All documents had been sent. Bütün sənədlər göndərilmişdi kimi tərcümə olunacaq. Və bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, biz bütün cümlələri məşhur növə çevirə bilmərik. Hansı cümlələri məşhur növə çevirə bilmərik? Birincisi, tamamlığı olmayan cümləni biz məşhur növə çevirə bilmərik. Çünki biz məşhur növün keçən videoda izah etdiyim kimi tamamlıqdan istifadə edib onu mübtəda vəzifəsinə gətiririk. Tamamlığı olmayan cümləni biz məşhur növə çevirə bilmərik. İkincisi, there is, there are tipli cümlələri biz məşhur növə çevirə bilmərik. Çünki buradakı is və are to be deyil də və ya sözünə aid olduğu üçün bu cümlələrin məşhur növə istifadə olunmur. Və sonuncusu, üçüncüsü, təsirsiz feillər o işlənən cümləni biz məşhur növə çevirə bilmərik. Ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşənədək.